Mirhəsən Seyidovun maaşı 4225 manatdır. Plaşının da qiyməti 26 mindir. 7 dəfəyə yaxın maaşının qiyməti. Bir şey deyəcəm, amma gülmüyüz. Bəlkə Mirhəsən Seyidov 4225 manat maaşını alıb, ayda 4000-ini kənara atıb ki, bu payız mövsümündə özümə bahalı bir plaş alacağım. 7 ay maaşını yığa bilər də, icra başçısı 7 ay maaşını yığa bilməz. Ayını yola verib, belə deyək, 225 manatla. Biz 225 manatla dolanırıq, bəzən yola vermək demirəm. Bəzən biz 225 manat aylıq bizim xərcimiz olur. Bizim aylıq xərcimiz, icra başçısında aylıq xərci ola bilər də, burada nə var ki? Yəni adam 7 ay maaşını yığıb üst-üstə və yaxud da ki, kreditlə alır. Niyə biz elə düşünürük ki, icra başçıları kreditlə yaşamır? Və yaxud da ki, onlar arxaya qara günləri üçün pul atmırlar. Belə o deyir, qəpik, dama göl olur. Bunlar da qəpik yığıblar. Qəpiklər toplanıb olub 25 min manat. Niyə paxıllıq eləyir ki, icra başçıları da geyinməsin? Niyə geyinməsin ki? Geyinsin də Mirhəsən Seyidov. Sağlıqla geyinəsiz Mirhəsən bəy. Heç kimin, heç bir bahalı geyimində gözüm yox. Mən əksinə burada Neftçala rayon icra başçısına alqışlayıram ki, çox qənaətçil adamdır. Bəli, üst-üstə yığa bilir, qəpik yığa bilir. Ondan sonra da gedir, ürəyi istəyir 25 minliyini geyinir, ürəyi istəyir 30 minliyini geyinir. İndi biz yığa bilmirik, çünki bizdə qəpik qalmır. Biz yığa bilmirik, niyə paxıllıq eləyirik ki? Sağlıqla geyinəsiz. İnşallah ondan bahalısını da geyinəsiz.